Sinema Radyo. Aziz dinleyiciler, Dost Sinema rubrikasına keçid aldık. Konağımız kino aktör Türker Cəfərlidir. Türker Bey, hoş geldiniz. Çox sağ olun, minnətdaram və çox sağ olun dəvətiniz üçün. Türker Bey, bizim bir ənənəmiz var. Şimdi düzdür, biz sizi tanıyırıq, dinleyicilerimiz, izleyicilerimiz tanıyır ama isterdik biraz özünüzden danışasınız. Bax, necə oldu ki siz Türker Cəfərli, bax, özünüzü tanıtdınız. O ilklərdən danışın bizə. Deməli belə, Türker Cəfərli uşaq vaxtından aktyor olmaq istirdi. İçində bir yanğı vardı və həmişə seçilmək istirdi. Təbii ki, elmi və savadlı şəkildə. Azərbaycan filmlərinə baxa-baxa gördü ki, bu içindəki alovun qabağını almaq olmur. Bəli, hətta mən instituta girəndə 2 il gec girdim, istəmədiyim yer olduğu üçün. Və axırda mübarizə apardım, düşdüm istədiyim yerə, sevdiyim yerə və şükür Allaha ki, gec də olsa instituta girəndən bəri daima işləyirəm. Belə deyim də, hələ ki aktyor statusunu daşıyırıq. Təbii ki, böyüklərin yanında haşa, amma aktyor demək olar bizə. Yəqin ki kumirləriniz olub ki, məsələn, baxıb ilhamlanırdınız. Azərbaycanda çoxdur, amma mənim əsas kumirim olub Rasim Balayev. Bəli, dünyada isə olub Denzel Washington, Anthony Hopkins, sonra deyə bilərəm Matt Damon, Matthew McConaughey, bunlar. Güzel aslında. Zövq artıq buradan bilinir. Türker Bey, mən istərdim biraz müəllimlərinizlə də danışasınız. Bildiyim qədərilə Yaşar Nuri'dən də dərs almışsınız. Biraz bizə onlardan danışın. Allah rəhmət eləsin. Yaşar Nuri'nin vaxtında düzdür, bizə az dərs keçdi. Çünki bəz nasazıdır. Amma o bir il ərzində mən ondan çox şey öyrəndim, həqiqətən də. O insan mənə sərbəstliyi öyrətdi. Bir dönəm vardı, dedim ki, bəs Yaşar müəllim, məndən inciməyin. Bilirəm, birinci kurs, amma mən istəmirəm artıq türkü, nə bilim, keçi, çəpiş. Dedi ki, ada, rahat olmaq istəyirsən, kino sevirsən, get, mən sənin arxandayam. Həqiqətən də, hə. Onun yanı o dərsə gəlişi, adi bir salam verməyi, nəsə bir söz deməyi mənim üçün böyük bir nəsnə idi. Sonra mən birinci kursda olanda mənə təklif gəldi Vidadi müəllimdən, onların yuxarı kursundan işləməyə. Mən də hə dedim və artıq mən birinci kursdum və yeganə məndim birinci kurs olaraq. Başqa bir qrupla işləyirdim. Gürcüstanda və Qazaxstandakı festivallarda iştirak etdik, hətta Grand Prix qazandıq. Ondan sonra mənim çiçəyim çırtladı. Başladım mənə parıldamağa özüm üçün də. Çünki hər tələbə, belə deyim də, o ərəfədə işləməyə bacarmırdı. Mənim amma bir missiyam var ki, mən aktyor olmalıyam və mən çəkilməliyəm ki, artıq indidən səhvimlə, düzümlə nəyisə qavraya bilim. Düzdür, 1-2 paxıl müəlliməm vardı, sağ olsun, qiymətimi aşağı yazsa belə, mən star ustaydım. Onlarsız olmaz. Hə, mən o vaxt star ustaydım, sui-istifadə edib öz qiymətimi düzəldirdim, bəzi mənə lazım olmayan fənlərdən. Amma əsas sənətindən təbii ki, onu, belə deyim də, o tərz zəhmətin hesabına qazanmışdıq. Sonra 2 ildən sonra Fərəngiz xanım Mütəllimova məni şəxsi ərizə yazdı ki, bəs mən istəyirəm bu tələbə mənim kursumda dərsə davam eləsin. 2 ildə ondan işlədim. Çox şükür ki, belə deyim də, hamısından öyrəndim və öyrənib oğurladım. Yəni, mənim üçün tələbənin ən böyük bədbəxtliyi müəllimi kimi olmaqdır. Mən olmadım, çox şükür ki, mən oğurlamağı bacardım. Həmişə mən deyirəm, məsəl üçün, müəllim deyir ki, istiqamət budur, amma artıq buradan sən yön xət dəyişirsənsə, bu olur sənin öz dəsti xəttin. Onu şükür ki, bacardıq, yəni belə deyim də, müəllimlərə oxşamırıq. Sağ olsunlar, dərs dedilər, amma mən heç vaxt istəmirəm ki, kiməsə oxşuyum. Amma yəqin ki, hansısa bir pis və ya yaxşı müəllimin hansısa bir nəsihəti, hansısa bir cümləsi həkk olunub. Bəli, biri var, həkk olunub mənə. O vaxt Vidadi müəllim deyildi ki, çalışın həyatda birinci kişi olun, sonra yaxşı ailə başçısı, sonra aktyor olmasanız da olar. Güzel. Azərbaycan kinosunda artıq yetişmiş yeni nesil aktyorlar var. Sizce sizi onlardan fərqləndirən nədir?
bir-iki söz deyəcəm, deyəcək ki, narsistdir. Amma belə deyim də, bəlkə də fərqləndirən deməzdim biraz qayda vəkilləri, hə, ki mən institut vaxtından daim işləmişəm və mən doymurdum işləməkdən, çəkilişdən, teatrdan, tamaşadan doymurdum. Bəlkə də onlar məni daha da püxtələşdirdi. İndi biraz gənc nəslin, düzdür, mən hamısından gəncəm bu öz yerində, amma gənc nəsildə biraz problem var ki, artıq bir iş işləyəndən sonra biraz havalara çox qapılırlar. Amma mən o deyir, ağac bar verəndə başını aşağı yer. Həqiqətən də insan işlədikcə daha çox öyrənir, daha çox uğur əldə edir. Mənə belə gəlir ki, mənim daima işləməyim, işimi sevməyim və biraz da belə deyim də üst proporsiyam hardasa çox fərqləndirdi. Çünki tələbəçi vaxtda indi də mənə ara bir deyirlər ki, sən David heykəlisən. Hə, ki bu nə bilim, çıxıntılara görə. Deyirəm, vallah bilmirəm, mən babalarımı vaxt nə ediblər. Amma mən Yunan deyiləm də. Hə, biraz o da mənə kömək olub, təbii ki. Çünki mən tələbəçi vaxt burnumu kəstirmək istəyəndə dedilər ki, burnunu kəssən, filmi yaddan çıxar. Hə. Bir də ki, dediyim kimi, dünya görüşünü artırmaq, çoxlu müşahidə eləmək. Aktyorun ən birinci dərsi mənə görə müşahidə eləməkdir. Hamıdan nəyisə öyrənib uğurlamaqdır. Müəllif kinosu və ya kommersiya filmi, bax, hansında sizə daha çətindir? Mənə çətin olan, əslində çətin müəllif kinosudur, amma mənim üçün ən çətin kommersiyadır. Çünki bəzi hallarda nəyəsə məcbursan, qazanc üçün. Amma müəllif filmi zövqdür. Mən heç bir filmin ağırlığından heç qorxmamışam və qorxmayacam da. Əksinə, o çətinlik insana qəribə bir həzz verir. Çünki niyə? Sən işini sevirsənsə, sən səhər 4-də 5-də qayıtsan belə, o sənin üçün böyük bir hüzur, böyük bir rahatlıqdır. Amma kommersiya filmi, məsəl üçün, baxırsan ki, bəzən və kömək eləyən də senariya, adama belə baxırlar ki, nə oldu, indi sən bizi sındırmaq istəyirsən ki, biz nəyisə bilmirik. Təbii ki, bilmirsiniz də. Kommersiya filmi bir balaca mənə çətin gəlir. Yəni, oyun cəhətdən yox, düşüncə cəhətdən ki, görəsən, zaten okey, bilirik ki, bu iş yaxşı çıxmaya bilər. Amma bəzi hallarda məcburuq. Elə ki, məsəl üçün, bizim bir 10 dənə işimiz varsa, o 10 işin 7-si sırf qazancdır. Çünki bilirsiniz də, bu dəqiqə mədəniyyətə, kino sayəsində dəyər demək olar ki, artıq indi 2%, 3% qalxır. Amma digər məsəl üçün 4 işimiz artıq art filmidir, müəllif filmidir deyə ondan zövq alıb, onların hesabına bunları bastırırıq öz zehnimizdə. Mən səhv etmirəmsə, sizin son işlərinizdən biri bir tarixi film olub. Bax, o aspektdən yanaşaq. Aktyor bu tarixi qəlibə deyək də, necə olur, düşə bilir? Nədən asılıdır? Nədən asılıdır, mən deyim. Bizim ümumiyyətlə, biraz cəmiyyətdə ədəbiyyata və tariximizə qarşı bir yadlıq var. Mənə görə nə qədər çətin şəraitdə yaşasan belə, öz tarixini bilmirsənsə, o yediyin çörək sənə halal olmalı deyil. Çünki tarix başqa bir şeydir. Və o filmlərdə ki, qaldı onu o qəbilə düşməyə və yaxud da qəbildən çıxmağa, məncə birinci ona kömək edəcək şey, dediyim kimi, üzdür və sonra sənin məlumatların, tarixi məlumatları yələnməyindir, hadisəyə uyğun həmin vəziyyətə düşməyindir, sonra döyüş bacarığındır. Bunlar hamısı olandan sonra və ən birinci tarixi olan sevgindir. Tarixi şəxsiyyətlərə olan sevgindir. Onlar olandan sonra, məsəl üçün, mən çox istəyirəm ki, bizim Azərbaycanda dayanmadan tarix filmlər işlənilsin. Fərq etməz, bədii sənətli, bədii və yaxud da serial, düzdür, onlar böyük bir məbləğ tələb edir, amma bu mənim arzumdur. Bu çoxumuzun arzusudur. Çünki tarixi film bir ölkəni önə çıxaracaq 2 ünsür var. Mədəniyyət və təhsil. İnanın ki, bu idman deyil. İdman bir medaldır. Aldın, mən yəni demirəm, zəhmət çəkmirlər, amma bu mədəniyyət, bu film ömürlük qalır, həmişə baxılır və elm də ömürlük qalır, həmişə axtarırsan. Ona görə tarixi bilmək daha maraqlıdır ki, daha vacibdir ki, tarixin hesabına bizim ölkə daha da film sektorunda dünyəvi cəhətdən çox tanınsın. Çünki o qədər bizim tarix şəxsiyyətlərimiz var ki, yəni say bitməz. Onları canlandırmaq lazımdır. Var elə bir tarixi şəxsiyyət ki, canlandırmaq istəyirsiniz?
Mənim arzumda olan biri var və çox da oxşadırlar. Təbii ki, indi bilmirik də, arada hardasa 6 əsr var. Şah İsmail Xətai. Maraqlıdır. Türkəy bəy, gəlin ümumiyyətlə filmlərinizdən danışaq. Bax, ilk işiniz necə yadınızda qalıb? Ümumiyyətlə filmlər arasında ən çox sizə təsir edən rolunuz hansı olub? Çətinliklə üzləşmisiniz ola bilər və ya çox zövq almısınız? Aha. Deməli, mən filmə çəkilməyə başlamışdım 2010-cu ildən, amma yadımda deyil birinci hansı film olub. Çünki niyə? Həm teatr, tamaşa, kurs işləri, həm çəkilişlər sözün yaxşı mənasında artıq 20 yaşında ulduz kimi yaşayırdım da. Belə deyək yadımda deyil. Deyəsən, Məhsəti Gəncəvi haqqında bir film idi, bədii sənətli film. Ondan sonra dayanmadan bu çəkilişlər falan ilk zövq aldığım oldu mənim Qarabağnamə. Bəli, bədii serialdı, Qarabağnamədən zövq aldım. O zövqün düşdüm, həstəsinə ondan da getdim. Sonra təbii ki, ondan sonra bir çox layihələr oldu. Seriallar, başrol, əsas rol, bunlar heç. Amma qaldı ki, zövq aldığım dediyim kimi, mənim üçün aktyorda, çəkilişdə və yaxud da bir personajda ağırlıq falan mənə qətiyyən qorxutmur ki, mən çətinliyi sevirəm. Çünki niyə insan zəhmətlə nəyisə qazananda onun zövqü bir başqa olur. Zövq almışam Xənnas filmindən, Vüsal personajından. Çünki orada mən dindar oynayırdım və bu tamam bildiyiniz ancaq dindar deyil də, bu müasir beyinli, müasir kafada olan bir dindardır. Ondan zövq aldım. Həm də mənim üçün yadda qaldı ki, həmən proyektdə mənim ayaqqabılarımdan biri 42, biri 43 ölçüdə idi. Mən 45 gün dayanmadan həmən o ağırlı o ayaqqabıda bəli dözmüşəm. Sualdan, o mövzudan kənar çıxaq. Əslində neçədir? Əslində 43-dür. Bəli. Ayaqqabını aldıq, səhvən görməmişik. Biri 42, biri 43 və oradakı bəzi fəryadlarımın da belə deyim də fonunda ayaqqabımın o ölçüsü gəlir. Sonra zövq almışam seriallardan deyək, Şeyx Sənandan zövq almışam. Gündəlik olsa belə Ata Ocağı çox yaxşıdır. Və karantin vaxtı çox da yaxşı baxıldı. Təbii ki, məndən qabaq da baxılırdı o öz yerində. Çünki orada məişət olsa belə tam mətbəx söhbətləri yoxudur. Nəsihətləri çoxudur. Son dönəmlər çəkildiyim filmlərdən zövq aldım. Atabəylərdən az da olsa. Çünki türklər gördük ki, həqiqətən də Azərbaycan aktyorları onlardan daha qat-qat üstündür. Bunu etiraf etdilər. Dedilər, sadəcə sizdə problem var ki, siz özünüzü sevmirsiniz. Sizin rəhbərlər sizdə dəyəri vermirlər. Dedim, bunu biz zaten çoxdan bildik. Deməyə ehtiyac yoxdur. Zövq aldım Spinoza'nın Tanrısından, Cavid Təvəkkilin çəkdiyi filmdən. Sonra bu yaxınlarda inşallah nəsib olsa çıxacaq 44 bədii filmi. Demirəm hansı personajda, amma indi spoiler verməyək də, ondan zövq almışam. Niyə? Müharibə filmdir və bizim qələbəmizi əks etdirən filmdir. Zövq almadığım da olub. Yəni, belə deyim də, məsəl üçün, mənim həyatımda bir film var ki, ümumiyyətlə çıxarmışam mən. Bəli, onu mən saymıram. Maraqlı dansıdır. Xüsusi təyinat Dibat filmi. Çünki, yəni, hər şey çəkiliş, rejissor işi, hamısı biabırçı formadaydı. Qeyri-profesional. Mən istəyərdim biraz Spinoza'nın Tanrısından danışaq. Hüsniyə xanım Mürvətova ilə də çəkilmişsiniz o filmdə. Yeri gəlmişkən salamlayırıq. Salamlayırıq Hüsniyə xanım. Biraz bizə çəkilişlərdən danışın. Aha. Deməli, mən həmin ərəfədə həmən müharibə filmində idim. Təklif gəldi və mən də Cavidlə işləmişəm deyə işinə bələdəm də ki, adamın bildiyim beyni başqa formatda işləyir. Dedi ki, bəs Türkay, yəni sənsən də sən olmalısan. Dedim, çox sağ ol həqiqətən və işləmək istəyirəm. Senari ver, baxım. Baxdım deməli senariyə. Mən çoxdandır bir senarini 190 yoxsa 150 səhifə idi. Bir nəfəs oxumamışdım. Həqiqətən də. Susuz, çaysız, yeməksiz. Ki, baxdım ki, bu bərk bizim axtardığımız, bu bərk bizim indiki cəmiyyətdə sevgi həsrət qalan bir personajdır. Yerindəcə dedim ki, Cavid, mən razıyam, amma elə eləyək ki, tərəzi bərabər olsun da, o filmə də, bu filmə də çatdıra bilər. Çox şükür alındı.
Elə onu demək istədim. Bərqi mən çox sevmişdim. Çünki Bərqin sevgisi bir tərəfdə aldatma vardısa da bir tərəfdə saf sevgi vardı. Mən ümumiyyətlə sevirəm ruhani, xəyali sevgini də. Çünki insanlar əslində reallığı yox, qeyri-reallığı sevir. O deyirlər xoşbəxtlik andır. Bax həmin o anda gəlir, gedir, səni tutub buraxmır da. Ona görə işlədiyim o dövrdə Caviddən bir daha o işdən zövq aldım və nə yaxşı ki işlədim. Düzdür, biraz kinomanlar tərəfindən bəyənilsə belə kütlənin çoxu qəbul edə bilmədi. Çünki səbki başqa bir mövzudadır və sözümü qəribsəməsinlər. Hər bir insanın anlayacağı qədər bir film deyil, dərin mövzudur. Və o film 3 saat çəkirdi. Sadəcə olaraq bəzi qadağalar var ki, film yendi 1 saat deyəsən 40 dəqiqəyə və o kəsəndə də təbii ki də biraz problem olmalıdır. Ona rəğmən zövq aldım. Həqiqətən zövq aldım. Bərk mənim üçün başqa bir aləmdə qaldı. Az önce dediniz ki paralel olarak siz iki filmde çekilirdiniz. Bəli. Bax, o roldan bu rola girmək üçün, ümumiyyətlə bu paralel olaraq nəyisə yürütmək üçün bir cilddən o birisi cildə, bir roldan başqa rola girmək nədən istifadə edirdiniz? Əslində o fikirlər hamısı məndə yolda gedirdi. Füzuli, Bakı, Şuşa, Füzuli, Şuşa, Bakıda həmin o 6 saat mənə çox kömək edirdi. Amma ki, belə deyim də, ən böyük amil sənin düşüncə tərzindir. Bakıya düşəndə Bərq olurdum, Bakıdan çıxanda artıq komandir olurdum. Belə deyim də, insan işlədikcə, təbii ki, onun xüsusi formulu insanın öz daxilinə bağlıdır. Yəni, belə deyim də, bu cəbr deyil ki, mən deyim 7 var 6 42. Elə bir şey deyil də, bu artıq biraz ruhani və şuuraltı, təhtə şuura bağlı bir şeylər deyə. Artıq onu avtomatik beyninə cızırsan ki, Türkay, ağıllı ol, sən oradan çıxdın, gəldin artıq bunu düşün. Və yaxud da buradan çıxdın, gəldin tamaşaya, sən artıq burada, nə bilim, Səməd Vahidsən, nə bilim, Əli Babasan, belə hamısını gərək ayırasan. Bir də ki, rejissor amili. Çünki məsəl üçün Cavid nə istədiyimi məndən bilirdi, mən də nə verəcəyimi bilirdim. Bəs olubmu ki, rejissor sizi yox, siz rejissoru yönləndirirdiniz? Vallahi bir layihədə yönləndirdim, dedilər ki, qıraqdan Türkay sənə çox məsləhət verir, birdən səni aşağılayar kimi görsənər qıraqdan. Dedim, ay qardaş, mənim nə vecimə, bu iş hamımızın işidir, bu kompakt işdir. Yəni, film, kino, futbol kimi bir şeydir da. Bir ulduzla kifayətlənmirsən. Nə qədər oyuncun keçsə belə, axırda qol vura bilməyəcək. Tükəndir axı insan. Komanda işidir. Ondan sonra mən dedim ki, heç kimə kömək eləməyəcəm. Bəs komediyalardan danışaq. Uğurlu komediya sizcə necə olmalıdır? Uğurlu komediya təbii ki, hay-huyla deyil, çox üzr istəyirəm, bədən üzvlərindən deyil, vəziyyətdən doğan situasiya komediyası olmalıdır. Ki bunu 200 il əvvəl, 300 il əvvəl bizə Sabirlər, Mirzə Ələkbər Sabirlər demişdi, bunu bizə aşılamışdı. Vallahi nə deyim, bizim son illərdə var, yaxşı komediya var, hətta bizim bir komedik filmimiz var. O film sırf vəziyyətdən doğur, kino. Orada 3 bədbəxtdir, aktyor, rejissor, senarist film çəkmək istəyirlər. Və başlarına böyük hadisə gəlir də. Və o həqiqətən də tragikomediya idi. Vəziyyətdən doğan hallardır. Və söz hesabına ancaq, nə bilim, mən görüm ki, sən də görəsən, belə şey deyildi. İndi bizim kütlənin çoxu, yine ayrı qoydun, bəlkə də orada bir vurğu vardı. Kütlənin çoxu yenə komediya sevir. Komediya sevmir əslində, bayağılıq sevir. Amma o az hissəsi var ki, artıq yavaş-yavaş faizi qalxır, keyfiyyətli komediyaya və keyfiyyətli filmə artıq önəm verməyi bacarır. Biz bəz düşünməyi sevmirik, problem ondadır. Adə məsəl üçün mənim bu yaxınlarda film çıxdı, Oppenheimer. Film 3 saatdan çox getdi. Mən 3 saat dayanmadan belə baxıram,
və bilirəm ki, boynum ağrıyır. Mənim həmkarlarım baxıram çönüb yatıblar, nə ediblər. Nədir o fiskadır, nə bilim, o bu falan. Deyirəm necə yəni fiskadır, yəni bir insan necə aktyor, sən belə sən ondan nəsə götürməlisən, baxmalısan, burada nə var, burada nə yox, mən bunu burada tətbiq eləsəm bizim işdən necə olar, necə qarşılanar, yox, özümüzdə də problem var, vallah, özümüzdə. Türker Bey, bəs xaricilərdən kiminlə bir filmdə çəkilmək istərdiniz? Denzel. Washington. Bəli. Bəs xanımlardan? Xanımlardan sırf şarmına görə Megan Fox'dan. Nə səvkili filmdə özünüzü görürsünüz? Psixoloji. Daha çox psixoloji. düşündürəm. Psixoloji. Gəlin biraz bizim qonorarlardan da danışaq, ən ağrılı yerdə. Sağ olun, uğurlar, görüşərik inşallah. Danışın bizə o pərdə arxası məqamları. Vallahi belə deyim ki, aktyorlar 46 yerə bölünür. Buradan hamımız bir olub deyə gedib 5 manat razılaşanlar, sözü bir olanlar, rejissora növbəti işində işləsin deyə mən bu işdə pulsuz işləyərəm deyənlər və s. və ilaxır və zaman keçir. Biz hələ maksimumu ala-ala zərrə dəyər yoxdur. Və buradan səslənirəm ki, əziz izləyicilərimiz, çox xahiş edirəm, bizim filmləri, sənəti və yaxud da oyunu İran filmləri ilə və yaxud da qeyri dövlətlərlə müqayisə etməyin. Çünki onların bir bölümlük büdcəsi bizim 9 aylıq büdcəyə bərabərdir. Bizdən iş istəyəndə Amerikanı istəyirlər, amma gələndə bəzi məqamlara Allah, Somali bizdən yaxşı yaşayır. Vurğusuyla. Təbii ki, biz mübarizə aparırıq. O gün bir məqam oldu, deməli, reklama çağırdılar. Mənim də bəlirli bir qiymətim var. Dedim, bu qədər okey, bu qədər olmasa okey. Görəm mən atıblar ki, bəs qardaşım, xəbərim var, dirənmədən demək şəklimi atıblar, yazıblar ki, bu aktöra oxşayan aktörü axtarırıq. Büdcədə yox, qonorar yüksəkdir, 150 manat. Nə deyəsən? Amma bir şeyə sevindirəm ki, sonucunda yəni yaxşı iş istəyənlərin yenə döydüyü qapı bizik. Amma çox təəssüf ki, bizlər də mübarizə aparıq, biz azıq. Bu istər teatrda, istər film sayəsində, hər yerdə belədir. Biz necə? Bizim aktyorların çoxu anlamır ki, rejissorsan, mən də aktyoram. Sənin vəzifən məni çəkməkdir, əgər məni istəyirsənsə. Pis çıxmasın, sən nə böyük karəsən ki, mən səni yaltaqlanım. Və yaxud da niyə mən kiməm ki, 5 manat mənə az verəcəksən deyə mən gəlim sənin işində oynayım ki, nə var da mənim reytingim qalxsın, mənim vizyonum qalxsın. Boş vizyon. Nəyə lazımdır? Lazım deyil. Bugün dünyada məhz web resurslar üçün çəkilən filmlər və seriallar var və televiziyalara çıxmır. Sırf ora üçün seçilən aktyorlar da var. Bax, buna münasibətiniz necədir? Vallahi yaxşı edirlər. Çünki bilirsiniz niyə? İndi artıq TV-lərə o qədər maraq yoxdur. TV-lərdə ancaq məişət problemləri, nə bilim, o bunun qızı ilə, bu bunun atası ilə, siz cəmiyyətin çox hissəsində əxlaq deyə bir şəxsi maraqlar qalmayıb deyə mən artıq normal baxıram. Mən artıq görününə aləmdir ki, artıq bəzən blogerlərə normal baxıram, influencer'a. Onları bəzən aktyor kimi təqdim edirlər, deyir, amma yaxşı edirlər. Çünki senzura yoxdur, bəzi çətinlik yoxdur deyə yaxşı edirlər. Diqqətliyin yoxdur. Deyirlər ki, nə var asan pul qazanmağa. Ona görə də müəyyən, nə bilim, webdə və yaxud platformada kim nəsə edirsə, yaxşı edir. Bu tək mənim ayağa qalxıb üsyanımla düzələcək bir şey deyil. Çox təəssüf ki. Azıq, çox azıq. Və çox istəyərdim siz bir aktyor kimi. Düşüncəniz çox maraqlıdır. Yaxşı aktyor olmaq üçün nə lazımdır? Yaxşı aktyor olmaq üçün birincisi olmaq lazımdır çox ədəbli. Çünki aktyor üçün ən birinci nəsnə onun şəxsiyyətidir. Yaxşı şəxsiyyət.
Hamı fərddir. Amma şəxs və şəxsiyyət olmaq hər insan üçün deyil. Yaxşı aktyor olmaq üçün yaxşı müşahidə lazımdır. Yaxşı oğurlayıb mənimsəmək lazımdır. Dayanmadan işləyib səhnəyə çənəsi yuxarı yox, başağı çıxmaq lazımdır. Çünki niyə? Bizim elə bir sənətdəyik ki, bizim sənətdə yaş məhdudiyyəti yoxdur. Hər zaman öyrənirsən, mənimsəyirsən. O dik durmağın 2 ildən, 3 ildən sonra bir çökməyi var və bir də sən o səhnəyə çıxa bilmirsən. Biraz səhnədə sınmaq lazımdır. Səhnədə personaj kimi. Plastik olmaq lazımdır. Dünya görüşü və oxumaq. İnanın ki, mənə savad hər vəcdə lazımdır. Hər vəcdə lazımdır. Adi səhnəyə çıxanda o duruşundan belə baxırsan ki, bu adamın təhsili var, yoxsa yoxdur. Yəni, istedad mənim üçün böyük önəm kəsb edir. Həqiqətən də o, Tanrının vergisidir. Ona heç şey deyə bilmərik. Amma və lakin savad da vacibdir. Savad çox vacibdir. Savad vacibdir deyə, indi çox oxumur deyə bu dəqiqə cəmiyyətin 90% gəncləri rəzil gündədirlər. Yəni, mən demirəm hamı alim olsun. Mənim özüm məktəb vaxtı məndən çox dərsdən qaçan yox idi. Həqiqətən də. Amma mən vəhşi kimi oxuyurdum. Oxuyurdum, dərsdən qaçırdım. Oxuyurdum, dərsdən qaçırdım. Və onun bazasının hesabına mən bu dəqiqə, mən bir dənə oxumaqdan fən kimya olub da, qalan hamısını oxumuşam. Fizikanı sevmişəm, coğrafiya, nə bilim, biologiyanın xəstəsi olmuşam. Oxumaq lazımdır dünya görüşü üçün. Amma indi məhz dinləyici və izləyicilərlə o kimyanı yaradırsınız. Türkiyə bəy, son olaraq sizi hansı layihələrdə görəcəyik, onu da deyin bizə. İnşallah ki, yeni mövsümdən yeni bir serialdayıq. Space-də yayımlanacaq. Adı Vaxtsız Sevgidir. Allah nəsib eləsə, gələn il üçün 2 film var. Biri dediyim kimi müharibə filmidir, biri də Ölü Həsən. Festival filmidir, çox yaxşı filmdir. İnşallah ki, hamıya baxmağa məsləhət görürəm. Qaldı ki, reklamlardır filan. Hələ ki, filmdən biraz durğunluq var. Ayaq qazanlar çoxdur deyə. Amma yenə də bizdən çox işləmirlər. Allah hər şey görür, sağ olsun. Teatrdır, biraz tamaşalar filan. Ümidimiz olmasa da var da. Gedər. Hörmətli dinləyicilər, aktyor Türkiyə Cəfərli idi qonağımız. Təşəkkür edirəm sizə. Çox sağ olun, minnətdaram. Uğur olsun. İşləriniz doğrular. Təşəkkürlər. Sinema Radio, Sinema Radio, Sinema Radio.